Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillah Rabbil alemin. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelliği risaletih seyyidina ve nebiyyina ve mevlana Ebu'l Qasimil Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين صيم الحجة بقية الله الأعظم أرواحنا وأرواح العالمين لتراب مقدمه الفداء واللعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bugün Məhərrəm ayının birinci günü başa çatıb, Məhərrəm ayının ikinci gecəsidir. Bugündən etibarən Aşura gününə qədər hər gün, hər gecə axşam saat 8-də məsciddə şam və xiftən namazlarından sonra bizim məclislərimiz inşallah Allahın izni ilə Aşuraya qədər davam edəcək. Cümə günləri günorta namazı, sabah cümədir, günorta namazı da öz yerində, günorta və axşam moizə olacaq elə həmişəki kimi. Birinci gün sözümə başlamamışdan əvvəl bir neçə məsələni qeyd eləməyi özümə borc bilirəm. Həm hədislər, Quran özü, rəvayətlər, Quranda işarə ilə hədislərdə, bir çox yerlərdə bizə Əhl-i Beytin ardıcılı olmaq tövsiyə olunub və xüsusən İmam Hüseyn məclisləri çox tapşırılıb bizə. Bu məclislər, and olsun Allaha, mən bunu ürəkdən deyirəm, insan acizdir, bunun fəzilətini anlatsın, hansısa yolla başa salsın. Bu məclislərin çox böyük fəziləti var. Bu məclislər yer üzündə cənnətin bir parçasıdır. İnsan bu məclisdə oturar, əyləşər, bu 10 günün ərzində çox böyük məqam əldə eləyər. Allaha yaxın olar. Bütün xəstəliklərini sağaldar, mənəvi xəstəliklərini sağaldar. Bu məclislərin fəziləti o dərəcədə deyir ki, mənim kimi bir naqis insan onun fəzilətini açıqlaya bilsin. Ona görə mən bunu bu başdan deyirəm. Bu məclislər onsuz da keçib, keçəcək Allahın izni ilə qiyamətə qədər var. O, nə mənim işimdir, nə sizin işinizdir. Onu Allah zamindir. Və onun neçə səbəbləri var ki, öz yerində danışılıb və danışılar inşallah. Amma mən burada oturan qardaşlara tövsiyəm budur ki, bunun bir gününü də qənimət biləsiniz. Havalar soyuqdur, qışdır, filandır. Çalışın ki, bunun bir gününü də üzür və bəhanə gətirməyəsiniz özünüzə. Ki, filan şey oldu, mən gedənmədim, filan şey oldu, gedənmədim. Çalışın ki, bunu indidən özünüzə qərar verəsiniz. Çünki mən bilirəm və bunu təcrübə də eləmişik. Bizim nəyimiz var, biz Məhərrəmdən əldə eləmişik onu. Nəyimiz var? Bizə Allah nəsə veribsə Məhərrəmin hesabına verib. Bu məclislərin hesabına verib. Bunu biri var oxuyasan, biri var həyatımda şəxsən özüm də təcrübə eləmişəm. Yəqin ki, möminlər də təsdiq eləyərlər. Ona görə də bu məclislərə xüsusi şövq, xüsusi, bəlkə mənim deməyim artıqdır. Mən kiməm ki, cəmaatı dəvət eləyəm İmam Hüseyn məclisinə. Amma hər halda özüm tərəfimdən bunu borc bilirəm ki, insan gələ ilə bu məclisin bir küncündə əyləşə, bu məclisə Allahın rəhməti nazil olur, Allahın bərəkəti nazil olur, ondan da bir pay aparar inşallah. Bir də məclisin nizam intizamı. Adam çox olur, bəzən çətinlik olur. Xahiş edirəm ki, həm çöldə olanları düşünək, onlara da imkan yaradaq, əyləşə bilsinlər, həm də çalışaq ki, nizamla bu məclisdə iştirak eləyək inşallah. Allah
bizi İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar versin inşallah. Bu 10 gün ərzində mən bir mövzu seçməmişəm ki, onun barəsində danışam. Hər halda müxtəlif mövzularda sizinlə söhbətimiz olar və bu başdan da deyirəm, həmişə də bunu demişəm. Mən bunu anlayıram ki, qiyamət günündə Allahın minbərdən danışan insanlarla xüsusi haqq hesabı olacaq. Allah onları çağırıb bir-bir danışdığının hesabını soruşacaq. Yəni, biz həmişə çalışmışıq. Bu neçə ildə, bugün də söz veririk ki, çalışacaq yox, qəti qərarımız budur ki, buradan biz zəif rəvayətlər, olmayan şeyləri danışmayaq. Bizim hər danışdığımız sözə bir şəri dəlilimiz var. Bizim istinadımız İslamın ən mötəbər mənbələrinədir və çalışacaq ki, bu prinsipə də həmişə sadiq qalaq. Həmişə çalışaq ki, insanlara söz danışaq və həqiqətən də olan sözləri danışaq ki, qiyamətdə özümüzün də çətinliyimiz olmasın. Allah buyurduğuna görə Quran-ı Kərimdə bütün mövcudatın, yaranmışların zatında hərəkət var. Bu hərəkət davam eləyir. Yaranmış bütün şeylər hərəkətdədir. Bu hərəkət davam eləyir. Bu hərəkətin sonu Allahdır. Bu hərəkət Allaha doğrudur. Quran buyurur, İlâ Rabbikə muntəhaha. Bu hərəkət sonu Allaha doğrudur. Allaha qovuşur, yaranmış hər bir şey. Allah torpaq yaratdı. Torpaq hərəkətdədir. Fəlsəfə də bunu təsdiq eləyir. Quran da bunu təsdiq eləyir. Torpaq hərəkətdədir. Torpağın zatında hərəkət var. Torpağın hərəkəti nədir? Torpaq hərəkətə gəlir, müxtəlif şəkillərə düşüb, müxtəlif mövcudlar yaradır. Torpağın bir hissəsindən ot yaranır, bir hissəsindən gül yaranır, bir hissəsindən heyvan yaranır. Yəni, heyvan necə o otdan heyvan yeyir, qidalanır və vücuda gəlir. Yeməli bitkilər, dərman bitkiləri, müxtəlif mövcudat torpaqdan qaynaqlanır, torpağın hərəkəti nəticəsində yaranır. Torpağın bir hissəsindən də insan yaranır. Torpağın bir hissəsindən. Biz 100 il bundan qabaq haradaydıq? Torpaqda. O torpaqdan bitki bitdi, heyvan bitdi, yedi ondan. Ta dövr elədi, gəldi, oldu insan. Atanın belində, ananın bətnində və insan dünyaya gəlir. Allahın hikməti bunu tələb edir ki, yaradılış aləmində durğunluq olmasın. Maddi aləm sabit aləmdir, hərəkətdə olan aləmdir. Bu aləmin dəyişilməz nizamıdır. Bugünkü sualım nədir? Bugünkü sualım budur ki, niyə bu torpaq insan oldu? Niyə? Niyə Allah bu torpağı insan elədi? Biz gərək bu sualı verək özümüzə. Bizim ixtiyarımız yoxdur özümüzdən qafil yaşayaq. Niyə yaranmışam sualını özümüzə gərək verək. Gərək özümüzü tanıyaq. Allah bizə icazə verməyib özümüzü tanımadan yaşayaq. Bu icazəni Allah bizə verməyib. Quran buyurur ki, bəşəriyyətin başına gələn ən böyük bəlaların bir səbəbi də insanın özünü tanımamasıdır. İnsan özünü tanısaydı, kimdir, hardan gəlib, hardadır və hara gedir, onda bu qədər oyun çıxmazdı, bu qədər bəlalarla insanlıq qarşılaşmazdı. Özümüzü yaddan çıxartmağa Allah ixtiyar verməyib bizə. وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللّٰهِ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ. O şəxslərdən olmayın, Quran buyurur ki, Allahı unutdular, Allah da özlərini onlara unutturdu. Özləri öz yadlarından çıxdılar. Hərdən insan özünü unudur. Özünü unudan kimi də başqa-başqa yollara gedir. İslam bizə tövsiyə eləyir, əmr eləyir ki, özünü tanı, bil ki, niyə yaranmışsan, kimsən? Torpaq niyə insan oldu? Məqsəd nə idi?
Quran, hədislər, peyğəmbərlər, imamlar, alimlər çox söz deyiblər bu barədə. Seyyid-i Şühədanın, İmam Hüseyn ağanın özünün çox söhbətləri var bu barədə ki, insanı Allah niyə yaradı?